Bugün Etno Bakı restoranındayıq. Bu məkan ilk baxışdan bir sənət əsəri kimi görünür. Rənglər, formalar, işıq və materiallar, hər detal düşünülür. Amma belə məkanların bir xüsusiyyəti var. Burada texnologiya görünməməlidir. Bizim işimiz məhz buradan başlayır. Sənəti pozmadan dizayn arxasında güclü və sabit bir texnoloji sistem qurmaq. Etno konseptli bu restoran bizim üçün sadəcə layihə yox, incəsənət və texnologiyanın inteqrasiyası idi. Texnologiya dizaynı anlayaraq qurulub. Layihəyə başlamazdan əvvəl biz bu məkanın dizayn dilini analiz etdik. İşıqlar haradan gəlir, fokus haradadır, texniki elementlər harada gizlənməlidir. Bunların hər birini öncədən planladıq. Ən yaxşı IT işi hiss olunmayan işdir. Nəticəsi ilə görünəndir. Bu restoranda yeni nəsil kameralar, səs sistemi, elektrik infrastrukturu, müasir şəbəkə infrastrukturu var. Amma siz onları görmürsünüz. Çünki burada texnologiya dizayn ümumuna keçməməlidir. Hər stabil sistemin əsasında düzgün qurulmuş elektrik infrastrukturu dayanır. Bu layihədə bütün elektrik işləri sıfırdan planlandı və icra olundu. Yüklərin düzgün bölünməsi, gərginlik xəttləri və avadanlıqların uzun müddətli işləməsi əsas prioritetidir. Çünki restoran işləyərkən risk üçün yer olmur. Təhlükəsizlik sistemləri dizayna mane olmamalıdır, amma hər an işlək vəziyyətdə olmalıdır. Burada video müşahidə sistemi məkanın bütün kritik nöqtələrini əhatə edir. Yanğın mühafizə sistemi isə normativlərə uyğun şəkildə inteqrasiya edilib və mərkəzdən idarə olunur. Müasir restoran üçün stabil şəbəkə artıq seçim deyil, zərurətdir. Post sistemlər, daxili əməliyyatlar, qonaqlar üçün Wi-Fi, hamısı eyni anda stabil şəkildə işləməlidir. Biz bu infrastrukturu yüklərə davamlı və gələcək genişlənməyə hazır şəkildə qururuq. Bu layihə bir daha göstərdi ki, düzgün planlaşdırılmış texnoloji sistem məkanın işini daha stabil, təhlükəsiz və idarə olunan edir. Elektrikdən şəbəkəyə, təhlükəsizlikdən səs sisteminə qədər bütün proses vahid bir yanaşma ilə qurulub və nəticədə həm estetik, həm də funksional bir balans qurulub. Bizim məqsədimiz sadəcə texniki həllər təqdim etmək deyil, layihənin uzunmüddətli və problemsiz işləməsini təmin edən vahid bir sistem yaratmaq. Stabil və uzunömürlü texnoloji həllər üçün siz də layihənizi ITEK qrupa həvalə edin.